Bismillah. Bu qış hansı bürclər karyera pilləkənində yüksələcək? Qışda karyera yüksəlişi proqnozlaşdırılan bürclər: Oğlaq. Bu qış oğlaqlar üçün peşəkar irəliləyiş və yüksəliş dövrü olacaq. Yeni iş, vəzifə artımı və daha yüksək status əldə etmək üçün güclü potensial var. Şir. Bu bürc üçün qış tanınma və diqqət mərkəzinə çıxma enerjisi ilə xarakterizə edilir. Xüsusilə yaradıcı sahələr və ictimai görünüş baxımından. Qoç. 2026-nın əvvəl aylarında qoçlar liderlik qabiliyyətlərini nümayiş etdirər, risk alaraq karyera imkanlarını genişləndirə bilər. Ümumilikdə cəsarətli addımlar və yeni layihələr üçün əlverişli vaxtdır. Buğa. Stabil enerji və uzunmüddətli planlara fokuslanma ilə buğalar maliyyə artımı və karyera sabitliyi əldə edə bilər. Tərəzi. Yaradıcı layihələr, əməkdaşlıqlar və yeni gəlir mənbələri bu qışda tərəzilər üçün çıxış yolu ola bilər. Əlavə astroloji tendensiyalar. Merkuri və Uranüs təsiri bu qış bəzi bürclərə karyera sahəsində sürətli aydınlaşma və yenilikçi düşüncə gətirə bilər. Xüsusilə Qoç və Buğa üçün. Fevral ayında Saturn və digər planetlərin hərəkətləri bəzi bürclər üçün uzun müddətli hədəflərə strukturlu yanaşma və nəticə alma şansını artırır. Misal üçün Qoç, Şir və Oxatan. Nə üçün bu bürclər yüksələ bilər? Oğlaqlar. Məşğulluq prioritetlərinin aydınlaşması və nəticəni görmək üçün doğru zaman. Şirlər. İctimai tanınma və yaradıcılıq layihələrində artım. Qoçlar. Yeni başlanğıclar və liderlik fürsətləri. Buğalar. Sabit gəlir və investisiya yönümlü enerji. Tərəzilər. Yaradıcı əməkdaşlıqlar və gəlirli əlaqələr. Bu proqnozlar astroloji ümumi tendensiyalara əsaslanır və şəxsi doğum xəritəsinə görə nəticələr dəyişə bilər. Uğurlu karyera yalnız ulduzlardan asılı deyil. Səylər, təcrübə və doğru qərarlar da vacibdir.